biz bu gün ekologiyadan danışırıqsa, ekoloji problemlərin işıqlandırılmasından danışırıqsa, o incə zövqlü insanlar olsa ekologiyanı pozur. Ekologiyanı pozanlar da o səhiyyə gəlir. Və bu ilə mənə gəlir ki, bu təbliğat məsələsinin o gündəmə gətirilməsi, maarifləndirilmənin, insanların o zövqünü formalaşdırmaq üçün müəyyən məcburiyyətlər qarşısında qoymağın zamanıdır. Deməli, rəssamın estetik tərəfdən baxmayı və üstəgəl bir də fəlsəfi məna baxmayı daha eşitmişdir rəsməsini və bir vətəndaş kimi insan boyunun ki, nə qədər öz torpağını sevir və necə sevir. Mən hər çəkdiyim işində çox düşünürəm və bu məni ağlamaq səviyyəsinə gətirir. Ağaclar necə məhv olur, sular necə quruyur, heyvanlar necə ölür, təbiət yox olur. Bəli, və mən bu işləri çəkəndə də neçə qatlı işlər çəkirəm və istəsəm belə təbiəti xoşbəxt çəkə bilmirəm. Nə qədər istəsəm də peyzajı işləyə bilmirəm. Mənim peyzajlarımda mütləq qan olur, mütləq belə quruluq olur. O deməkdir ki, insanlar təbiəti o qədər məhv ediblər ki, mən o təbiətdə gözəllik görə bilmirəm. Artıq bir dövrü yaşayan sevgi indi sadəcə əfsanə olaraq qalır. Və öz əsərimdə də mən həmin sevginin şahidi olaraq göstərmişəm. Dənizi və qayalıqları. Biz insan tarixinə baxanda görürük ki, əslində insan yaranandan artıq eko-artla məşğul olur. Məsələn, Qayaüstü rəsmlər özü eko-artdır və bu zonada da bayaq qeyd edilən Qayaüstü rəsmlərdir. Və insan təbiəti müşahidə edib onun içində olaraqdan yaratdığı sənət əsərləri hamısı eko-artdır. Ki bizim plenerdə həmçinin bu environment art'a aid olan bir nümunə də var idi. Bugün bizimlə deyil, düzdür, su pərisi bundan hazırlanmış ki, birbaşa həm material olaraq, vəsait olaraq birbaşa təbiətin özüdür. Eyni zamanda təsvir olunan obrazda yenə bir qədər mistik də olsa, yarı balıq, yarı insan, əslində yenə də orada həm suda yaşayan canlı balıq və quruda yaşayan insan. Quruda da yenə də təbiətin vəhdəti özünü əks olunmuşdu. Mən yenə hər birinizə təşəkkür edirəm. Var olun, sizlər də bir yerdə olmaları yenə də çox xoşdur. Təsəvvür edin ki, burada onlarla sənət əsəri var. Bura heç vaxt insan girməsə, sənət əsərləri burada boş-boşuna qalsa, bu nə məna kəsb edəcək? Yəni, onların dəyəri məhz insanla olan qarşılıqlı münasibətdə üzə çıxır ki, insanın onları dəqiqləndirməsi məhz onları varlığına məna verir. Təbiətin bütün ünsürləri də məhz insan, yəni onlara dəyər verəndə, onları sevəndə, onlar da sevgi münasibətində onlar bir məna kəsb edir və insan onu qoruyanda, sevən bağban kimi qayğısına qalanda onlar həqiqətən də böyük bir məna kəsb edir bizim üçün. Ancaq təsəvvür edin ki, yəni 3 il bundan qabaq biz bu şəkilləri çəkə bilməzdik. Ona görə buradan yəqin ki, bu jurnalların böyük əzmkarlığına böyük alqış düşür, onları alqışlayın. Mübarizə davam edir. Sonradan Abşeronun, Bakının fərqli kəndlərindən bizə qoşulmuş əziz insanlar var. Onların bir neçə nümayəndəsi buradadır. Tarixi abidələr tünelləri kimi bir komanda kimi formalaşmışıq. Onların da böyük zəhməti var, gəlin onları danışırıq. Və bugün siz buradasınızsa, deməli bu mübarizənin iştirakçılarısınız. Bu ekoloji problemi qəlbə yaşayan insanlarsınız ki, bu çağırışa dəvətə gəlmişsiniz, iştirak edirsiniz, artıq ikinci dəfədə gəlirsiniz. Hər birinizə sağ ol deyirəm və yaradıcılığınızda bol-bol müvəffəqiyyətlər arzu edirəm sizə. Çox sağ olun.